Səhər yeməyini ən vacib yemək sayırıq. Amma bəzən onu elə yeyirik ki, bədən üçün stressə çevrilir. Gəlin səhər süfrəsində edilən 3 əsas səhvə baxaq. Birinci səhv yalnız karbohidrat yemək. Yulaf, meyvə, şirə, bal və nəticədə şəkər partlayışı yaşayırıq. Glukoza bir anda yüksəyə qalxır, sonra kəskin düşür və bu da gün boyu aclıq, əsəbilik və yorğunluq yaradır. İkinci əsas səhv yalnız dietik və yaxud yağsız məhsullara yönəlmək. Yağlar hormon balansı üçün çox vacibdir. Yağlar həmçinin vitamin balansımız üçün də mükəmməldir. Xüsusən qadınlarda bu önəmlidir. Ona görə də estrogen, kortizol sabitliyini istəyiriksə, buna yağ qəbulunu nəzarət etməliyik. Və üçüncü səhv səhər yeməyini gecikdirmək və ya tam keçmək. Uzun müddətli ac qalmaq bəzi insanlarda insulin müqavimətini artırar, kortizol düşüklüyü yaşadar. Həlli nədir? Tabağımızda zülal, lif və sağlam yağ balansını qurmamız lazımdır. Yumruq boyda protein, bir ovuc tərəvəz və az miqdarda tam taxıl. Səhər yeməyi az yemək deyil, bədəni sabit ritmə salmaqdır. Sağlam səhər, sağlam hormonlar və balanslı gün deməkdir. Özünüzə yaxşı baxın və nuş olsun.